Sabahınız xeyir, səhər oyananlar, səhər oyanıb Azərbaycan televiziyasını izləyənlər, Telesəhər 3 saatlıq efirlə qarşınızdadır. Yenə də bugün komandamızı araşdırıb ən faydalı, ən maraqlı, sizə faydalı olan mövzuları məhz elə sizin üçün biz 3 saat boyunca təqdim edəcəyik, hörmətli tamaşaçılar. Mən isə əziz həmkarımı ilk olaraq salamlamaq istəyirəm. Şəqiq, sabahın xeyir olsun. Sabahın xeyir olsun Tərənə. Dəyərli izləyicilər, sabahınız xeyir, gününüz aydın olsun. Bugün də əli dolu gəlmişik. 3 saatlıq dolu bir proqram, özdə dop dolu bir proqram təqdim olacaq sizə. Hansı mövzuların müzakirəsi reallaşacaq? Məsələn, biz eksklüziv görüntülər təqdim edəcəyik tamaşaçılarımıza. Ötən əsrin 60-cı illəri, Bakının yay günləri, bu kadrları, bu görüntüləri əmin olun ki, heç vaxt, heç yerdə görməmişsiniz. Az səbr etsəz bu görüntüləri təqdim edəcəyik sizə. Eyni zamanda avtomobillərin kimyəvi təmizlənməsindən də danışacağıq. Yay aylarında bilirsən ki, insanlar bir qədər tərləyəndə və yaxud gəzintidə olanda uşaqla falan istərsəməz avtomobilin salonuna biraz zərər vermiş olurlar. Və bunun üçün də kimyəvi təmizləmədə nələrə diqqət yetirmək lazımdır. Kimyəvi təmizləmə neçəyə başa gəlir, hər halda məsləhətdə haradırsa, ora istiqamətləndirəcəyik sizi. Və digər önəmli, vacib mövzularımızdan biri də xaricdə təhsil proqramıdır. Bu istiqamətdə də biz abituriyentlərimizi, gənclərimizi istiqamətləndirməyə çalışacağıq. Bəli, 2025-ci ilin dəbindən də, xüsusilə saç dəbindən də danışacağıq, hörmətli tamaşaçılar. Ənənəvi... Xanımların ən həssas yeri, saç. Bəli, saç və eyni zamanda xanımlar daha çox, bəylərə nisbətdə daha çox moda ilə maraqlanırlar. Amma son vaxtlarda kişilərdə də məsələn saç dəbləri görürsən ki, daha çox gündəmdir. Seçim qarşısında qalırlar. Daha çox özlərinə baxmağa başlayırlar. Əlbəttə, daha çox özlərinə olsun da, kişi də qadın da özünə baxımlı olmalıdır da. Səliqəli görünür. Və biz də bu məsələlərə toxunacağıq eyni zamanda.